Deyirəm dünən oturmuşam elə axşam vaxtı işdə. Bir də görürəm kimsə mənə zəng eləyir. Tanımadığım bir nömrədən. Qaldırıram telefonu, cavab verirəm. Nə salam, nə kəlam. Qeyd mənə deyirən ki, mən sənə bir mesaj yazmışam. O mesaja cavab ver. Baxıram görüm. Verir ad boy. Götürürəm, baxıram, axtarıram, görüm hara yazıb mənə, kimdir bu yazan. Heç bir mesaj tapmıram. Ne WhatsApp'da, ne telefonda. Biraz keçir bu gəlmə mənə zəng eləyir. Qaldırıram telefonu, deyirəm ona ki, sən kimsən? Ne istəyirsən məndən? Danışığı da belə ləhcə ilə danışır. Çox güman ki, Naxçıvan ləhcəsinə oxşayır ha. Amma ola bilər səhvdir. Deyir, sən deyir, get kontakta. Mənim deyir, adımı cındır yazmışsan. Başa düşdünüz? Yəni, get kontakta yazmamışam. Özlüyümdə, yəni, telefonumda. Yəni, bu insanı qeyd eləmişəm. Telefon yaddaşında adını qoymuşam cındır. Başa düşdünüz? Yəni, belə yazmışamsa, yəqin ki, buna səbəb var da. Yəni, hələ belə yazmaram ki, onu. Düzdür? Amma bu şəxsən mənim öz telefonumda yazılıb. İndi bu da elə bil ki, get kontakta girir, kim girir, onun tagləri var da, adı yazılır. İndi istifadə edənlər bilərlər də. Hamı oxuyur ki, orada bunun üçün kimsə yazıb cındır. İndi bu yapışıb mənim yaxamdan ki, sil onu. Mən də deyirəm, silmirəm. Niyə silməliyəm ki? Yəni yazmışamsa səbəb var. Artıq tanıdım kimdir. İkincisi mənim öz şəxsi telefonumdur. Özüm bilərəm necə yazıram, kimi necə yazıram, sənə nə? Neysə, biraz da yəni dərinə gedəndən sonra başa düşürəm ki, indi bu cahilin, yəni yazığın, heç yəni xəbəri də yoxdur, bacarığı da yoxdur ki, həmən o get kontakta bu insan özü də götürüb o xoşuna gəlməyən tagları silə bilər. Neysə, deyirəm də qulaq gündə bir dənə bir şey eşitməsə kar olar. Mənim ümumiyyətlə bəxtimdən belədir. Harda bir də görürsən, bax belə başdan şikəst adamlar var. Gəlib elə məhz mənə taparlar. Qəlbdən qəlbə sabahınız xeyir olsun. Belə insanlardan uzaq olasın inşallah.